Daha bir deputat nəvəsinin sürdüyü lüks avtomobillə yenidən gündəmə gəlib. İddialara görə maşının nömrəsi ilə avtomobilin yarı qiymətinədir. Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsini idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə gənc şəxs Chevrolet Camaro markalı avtomobil sürür. From Azerbaijan and the World Facebook adlı səhifədə paylaşım edilərkən avtomobilin özündən daha çox dövlət nömrə nişanının qiyməti diqqət çəkib. Bəzi istifadəçilər nömrənin dəyərinin avtomobilin bazar qiymətindən daha yüksək ola biləcəyini iddia edərək bu məsələni müzakirəyə çıxarıblar. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif tənqidi rəylər də səsləndirilib. Qeyd edək ki, deputat Səyyad Aran daha əvvəl səsləndirdiyi fikirlərə görə də tənqid olunmuşdu. O çıxışlarının birində mən günahkaram ki, kimsə 300-400 manat maaş alır, mən isə çox məzmunlu ifadə işlətmişdim. Bu açıqlama ictimaiyyətdən narazılıq doğurmuş və geniş müzakirələrə səbəb olmuşdu. Hazırda isə deputatın nəvəsinə məxsus olduğu bildirilən lüks avtomobil və bahalı nömrə nişanı sosial mediada yenidən diqqət mərkəzinə gəlib.